Kapitalın yoxdur və pulun yoxdur, sıfırdan biznes qurmaq istəyirsən, bu videonu axıra qədər izlə, bəyən, paylaş və kanala abunə olmağı unutma. Nə etməlisən və necə başlamalısan? İlk öncə sən oturmalısan və fikirləşməlisən. Səni xoşbəxt eləyən, sevinc gətirən sahə üzrə. Sən kim olaraq və harda işləsən, sən xoşbəxt olursan və sən işinə səlahiyyətlə, sevgi ilə yanaşırsan. Bu sahəni tapdıqdan sonra, vakansiyanı tapdıqdan sonra araşdırma apar. Bu sahədə kim olaraq işləsəm, mən pul qazana bilərəm. Gəlirli sahə olsun, pul gətirən sahə olsun. Və bu sahəni tapdıqdan sonra isə, sevdiyin işi tapdıqdan sonra isə və sevdiyin işin hansı sahəsində işləməyə tapdıqdan sonra isə sual verməlisən ki, özünə, mən bu sahədə kimin hansısa bir problemin, çətinliyin həll edə bilərəm və ya kimə hansı bir xidmət göstərə bilərəm ki, bunun qarşılığında mən pul qazana bilim. Və bunu araşdırdıqdan sonra və tapdıqdan sonra ki, bəli, misal üçün satış üzrə menecer və ya idman üzrə video bloger və ya psixoloq, filosof və s. hansısa bir sahə üzrə, misal üçün satış üzrə menecerlər yeni innovasion sistemə keçə bilmirlər. Bunun üçün yeni bir sistem yaradırsan və bu sistemi satıb pul qazana bilərsən. Misal üçün və çox startaplarla məşğul ola bilərsən. Əsas odur ki, yalnız sevdiyin iş olmasın, pul gətirən sahə olsun və pul gətirən sahədə də həll olunmayan problemlər axtar, çətinliklər axtar ki, bunların həll yolunu təklif edərək insanlara pul qazana biləsən. Və bundan sonra isə biznes planı qurmağa başla. Və biznes planı qurandan sonra isə mütləq şəkildə özünə sual ver. Mən bu sahədə hansı teoriyaları bilirəm, praktikam var və ya yoxdur və nə öyrənməliyəm? Dürüst ol və necə var elə yaz. Və bilmədiyin şey sadəcə olaraq sənə bir fürsətdir ki, daha da çox elmini artırasan və biliyini, kompetensiyanı artırasan. Və başla araşdırmağa. Araşdırandan sonra biliyin artdıqca, teoriyan və praktikan artdıqca yavaş-yavaş başla pul yığmağa. Əgər sən hansısa bir işdə işləyirsənsə kiminsə yanında, pul yığa-yığa çalış investisiya ilə və aktiv əlavə gəlir yerləri düzəlt ki, sənə əlavə maaşından başqa gəlir yerləri olsun. Və bu gəlir yerləri olandan sonra isə sistem yarat və sistemdən əlavə pasiv gəlirlər əldə etməyə başla. Və bundan sonra isə sən işdən çıxmaq barəsində fikirləş, qətiyyən əvvəl yox. Çünki tez işdən çıxsan, sənin pul gəlir yerin olmayacaq, sən pulsuz başlamısan deyə startapa problemlərlə üzləşəcəksən. Amma işdən çıxmasan, postepенно yavaş-yavaş pul yığsan, aktivlər alsan, yavaş-yavaş oradan sənə gəlir yeri gəlsə və sistem qursan, başqa sahədən alternativ yollara pul qazanmağa başlasan, bundan sonra isə səndə fürsət yaranacaq ki, sən sevdiyin işlərlə məşğul olub pul qazana biləsən.